Salam əziz və dəyərli şagirdlər, əziz izləyicilər. Bu gün yenə 9-cu siniflərə dəstək məqsədi ilə ümumi 3-cü sınağın izahını verəcəm. Bildiyiniz kimi bu sınaqlar təxmini 5 dənədir. Bu 5 dənədən sonra yaxınlarda olmuş hədəflə bağlı hədəfin sınaqlarının izahını verəcəm ki, ümumi 9-cu sinifə kimi bir 10-12 sınağın izahına baxasınız ki, sizin üçün faydalı olar inşallah. İlk öncə keçək birinci mətnimizə. Join our grand opening of the new fitness center at the Central Park Plaza. Enjoy exclusive membership and free trial classes for the first week. Deyir, yeni fitness mərkəzinin, yəni Central Plaza'da açılışına qoşulun, eksklüziv üzvlük və ilk həftə üçün pulsuz sınaq dərslərindən yararlanın deyirlər, bir reklamdır. The new fitness center office offer classes. Deyir, yeni fitness mərkəzi dərslər təklif edir. Olar, yəni A variantını hələ ki bir saxlayaq, digər variantlarda görək səhvlər nələrdir. Demək, A-nı saxlayırıq. There's a new fitness center change its location. Yeni fitness mərkəzi yəni dəyişmiş, yeni açılır hələ. Ona görə B variantını çıxacağıq. The fitness center offers a discount every week. Yəni every week yox, sadəcə ilk həftə. Ona görə C variantda gedir. The fitness center is open all pets. Fitness bütün ev heyvanları üçün açıqdır. Xeyr, yəni burada da belə bir məlumat yoxdur. Tərcümədə göz eləmədim. The fitness center invites everyone to the plaza on Sundays. Deyir, fitness mərkəzi bazar günü hər kəsi plazaya dəvət edir. Xeyr, yəni də belə bir şey yox idi, getdi. İlk həftə sadəcə üzvlərini pulsuz dərslərə təşrif edirdilər. Onun görə cavabımız olacaq A variantı. Gəlin baxaq 6-cı suala, yəni 6-cı mətnin tərcüməsinə. Special deal, buy one get one free on all samples at Joe Juice Bar, offer valid until 31 March. Deyir, xüsusi təklif. Joe Juice Barda bütün smuzilər bir al, birində pulsuz əldə elə. Təklif deyir 31 Marta kimi keçərlidir. Gəlin baxaq. It's a deal on juice drinks. Deyir, bu şirə içkiləri, yəni necə deyək, üçündür. Amma yox, burada deyir ki, smoothies, yəni şirələr üçün deyil. A variantı getdi. Smoothies are sold a whole price. Deyir, smoothie yarı qiymətə. Xeyr, yarı qiymətə deyil. Birini alana birini də əlavə verirlər. B-də gedir. The second smoothie is free with per. Deyir ki, bir smoothie alınır, ikincisi pulsuzdur. Bəli. Burada deyir ki, birini al, yəni birini də pulsuz apar. C variantı cavabımız olacaq. Gəlin D və Y variantlarına baxaq. Juice bar sells free. Yəni pulsuz şirələr satmır. D getdi. This offer is available everyone. Deyir, hər ay keçərlidir. Xeyr. Onu da qırmızı rənglə göstərək ki, bu da sadəcə 31 Marta kimi keçərlidir. Y variantda getdi. Cavabımız olacaq nə variantı? C variantı. Sadə. Demək, baxaq 7-ci suala. 7-ci suala deyir ki, baxaq. Lost cat tricks is a 2-year-old black and white cat with a pink color missing since 10 September. Call 1-4-5-6-7-8. Deməli, baxaq. Deyir ki, itmiş pişik. Tricky deyir, 2 yaşında qara ağ rəngli çəhrayı yaxalığı olan bir pişikdir. 10 sentyabr tarixindən bəri işlə düşüb, yəni 1-dən 8 olan rəqəmlərə zəng edin. İlk öncə bax, Tricky is a 2-year-old cat. Birinci sual, bəli. Deyir ki, Tricky 2 yaşında bir pişikdir. Bəli, bu da var. Yəni burada tam verib onun yaşını. Deməli, A variantı doğrudur. Gəlin baxaq B-C-D-Y'nin fərqlərini. The Loska is looking for its owner. Deyir, itmiş pişik sahibini axtarır. Yəni bu tərsinə də sahibi itmiş pişiyi axtarır. Onu deyir, B getdi. Tricky was a missing lost before 10 September. Deyir, Tricky 10 sentyabrın əvvəl itkiyə düşüb. Deyir, yox, 10 sentyabr tarixindən bəri. Yəni əvvəl yox, ondan sonra düşüb. C variantda getdi. Cats are often lost in this area. Deyir, bu ərazidə pişiklər tez-tez itir. Yəni bununla bağlı bir məlumat görmədik mətndə. Ona D variantı da gedir. Baxaq, Y variantında the missing cat is found. İtmiş pişik tapılıb, yox. Deyir, tapılsa zəng eləyin.
Y variantı getdi, cavabımız olacaq A variantı. İndi keçək bu mətnimizin tərcüməsinə. Keçən mətnimiz bildiyiniz kimi Neil Armstrong deyəsən bağlı idi. Bəli. İndiki mətnimizdə Charlie Chaplin ilə bağlıdır. Charlie Chaplin was born in London, England, 1889. He was famous actor and director in the silent film era. He created a funny and a kind character called the Trump. The Trump wore a bowler hat and a small mustache and carried a cane. Charlie Chaplin made many popular films like The Kid, The Gold Rush. His movies were not only funny but also showed important messages about society. Chaplin won many awards for his work in the movie industry. Even though he was very successful, Chaplin had some problems in his personal life. He faced controversies and legal issues. Despite these difficulties, he continued to make great films. People around the world still enjoy watching his movies. Chaplin showed that film could tell powerful stories without words, using only action and facial expressions. He is still remembered as one of the great figures in film history. Demək, indi gəlin bunların tərcüməsinə baxaq. İlk öncə Charlie Chaplin haqqında məlumat verir ki, o 1989-cu il İngiltərədən anadan olub. O Lal kino dövrünün ən məşhur aktyoru və rejissoru idi. O gülməli obrazlar yaratdı, deyir. Trump, yəni sərsəri, yəni bir şlyapa taxır, kiçik bığı var və əsa gəzdirirdi. Chaplin deyir uşaq, yəni The Kid and the Gold Rush kimi məşhur filmlər çəkdi. Onun filmləri təkcə gülməli deyil, həm də cəmiyyət haqqında mühüm mesajlar verirdi. Chaplin kino sənayesində işinə görə bir çox mükafatlar qazandı. Deyir, çox uğur qazanmasına baxmayaraq Chaplin şəxsi həyatında bəzi problemlərlə üzləşdi. O mübahisələr, hüquqi problemlər yaşadı. Bu çətinliklərə baxmayaraq mükəmməl filmlər çəkməyə başladı. Çəkməyə davam etdi, üzrü sayın. Dünyanın hər yerində insanlar həll onun filmini izləməkdən həzz alırlar. Chaplin sözlər olmadan yalnız hərəkətlər və üz ifadələri ilə güclü hekayələr danışmağın mümkün olduğunu sübut etdi. O hələ də kino tarixinin ən böyük simalarından biri kimi xatırlanır. Birinci sual düzgün variantı deyir. Seçin. 8-ci sualda baxaq. Deməli 8-ci sualda deyir ki, choose a correct. Chaplin was born in United States. Xeyr, yəni gəlin bunu baxaq. Yəni çox sadədir əslində. London, England. Yəni A variantı səhvdir. Deməli, The Trump is a character by Charlie Chaplin. Deyir ki, onun Trump xarakterini yaratmışdı. Bəli, məncə B variantı artıq düzgün variantdır. Niyə görə? Gəlin baxaq. Bunu da başqa rənglə göstərək. He created a funny kind character called the Trump. Trump adlanırdı onun xarakteri. Ona görə B variantı artıq bizim düzgün variantımızdır. Gəlin C variantına bax. Chaplin refer only funny at no social message. Yəni burada no social yox. Görürsüz 3 sınaq izah eləmişik artıq. 3 sınaqda no, don't və s. bu tip məsələlər eləcə səhvlərdə çox rahatlıqla bizə kömək edir. Burada sonda deyəsən bu, yəni very yox da doğrusu. Message about society gördüyünüz kimi burada səhvin göstəricisidir. C-də onun üçün gedir. Devam variantı Chaplin had no problems. Elə ikinci abzasının ilk cümləsində var idi ki, bunun şəxsi problemləri zəkir. Kid is broken book. Bax, burada book məsələni artıq pozulmuş. Onlar kino idi. Deməli, baxaq. Deməli, 8 oldu artıq B variantı. Baxaq 9. 9 deyək, nə haqqındadır? Deyək ki, əslində Charlie Chaplin haqqındadır. Yəni, Charlie Chaplin həyatı, onun problemləri, yaratdığı obrazlar və s. bununla bağlıdır. Amma adicə bir Charlie Chaplin yoxdur. İlk öncə A variantı, o deyək History of London, yəni Londonun tarixi nə dəxli, yəni. Burada Londonun bağlı tək məlumat Charlie Chaplin 1889-da orada anadan olmalıydı. The life and achievements of Charlie Chaplin, the innovation of cinema, different types, movies və s. Deyir, Chaplin həyatı və nailiyyətləri.
Bəli, Chaplin haqqında həyatından danışdı, onun şəxsi problemlərindən, hüquqi problemlərdən danışdı, yaratdığı obrazlardan danışdı. Ona görə B variantı düzgün variantdır. Invention of cinema, kinonun ixtirası nə əlaqə? Different types of movies, müxtəlif film növləri, xeyr, filmlərindən danışdı, amma yəni müxtəlif, ümumi məqs müxtəlif film növləri deyildi, dedəcəkdi. The history of silent films, lal kinonun tarixi, yəni lal kinonun yaradıcısını dedik, amma yəni sırf tarixindən, onun inkişaf mərhələlərindən və s. bu temalardan danışılmadı. Ona görə cavabımız elə B variantı olacaq. Deyir, who is one of Chaplin's most famous characters? Təbii ki, Trump idi. Yəni bu sadə sual idi. Elə kitabda da, daha doğrusu mətndə də qeyd olunan, həmçinin suallardan birində də qeyd olunmuşdur. Chaplin's movies are known for, deyir, Chaplin ən məşhur, deyir, Chaplin filmləri ilə tanınır. Necə filmlərlə tanınır? On being serious and dramatic yox, deyir, xoş məsələlərlə, yəni ciddi bir məsələ ilə tanınmırdı. Onun üçün biri çıxaq. Deyəcəkdir, əsas filmlərlə baxaq. Showing social issues, bəli, deyir, yəni sosial məsələlərə toxunurun. İkinci götürək. Having a character called Trump, deyir, Trump adlı bir personajın olması olar. Bu da düzgün bir variantdır. Daha doğrusu 2 ilə 3. 4-də isə deyir, using special effects, xüsusi effektlərin istifadə edilməsi. O vaxtın texnologiyası da buna əl vermirdi. Özdə səsdən, sözlərdən istifadə eləmirdi. Lal kinodaydı. Ona görə cavabımız olacaq B variantı. Cavab B olacaq. 12-ci suala baxaq. Deyir, düzgün cavabları seçin. Chaplin was born in London. Düzdür. Yəni, received awards his work. Chaplin films are no longer. Yox, yenə də hələ də izlənir. 3 getdi. Chaplin had easy and personal life, yəni deyir, yaxşı, sadə və o adamın şəxsi problemləri və s. çox idi. Onun üçün cavab olacaq 1 və 2. Mətnlər hissəsini artıq bitirdik. Keçək bunun qrammatika məsələlərinə. Görək qrammatikada suallar hansı səviyyədə düşmüşdür. Deməli, yoldaşlar, baxıram, Mark has been studying. Görək sual nədəndir? Sual quantifiers mövzusunadır. Quantifiers mövzusunun da həm test izahı, yəni topludan testlərinin izahı, həmçinin də mövzu izahı kanalımda paylaşılmışdır. Elə, əgər bu sualla bağlı hər hansı bir probleminiz varsa, ora keçid eləyərək mövzu ilə bağlı məlumatlar yığa bilərsiniz. Çünki bu hal-hazırki müddətdə, yəni imtahana az qalıb, ona görə deyirəm ki, hansı mövzuda bir probleminiz varsa, o mövzunu bacardığınız qədər təkmilləşdirin. Deməli, yoldaşlar, baxırıq bu suala. Bu sualda deyir ki, hours var, özündən sonraya baxırıq, özündən sonra cəm gəlir. Bilirik ki, mat işlənir nə ilə? Sayıla bilməyən təklərlə. Elotun ofu burada yoxdur, amma burada var. 3-ü götürəcəyik. 3 də həm təklə, həm cəmlə işlənir. Təklərlə sadə sayılmayan təklərlə işlənir. 3-4 olacaq cavab, yəni B variantı. Deməli, yoldaşlar, gəlin keçək cümlə quruluşuna. Cümlə quruluşunu həmişə çox vaxt sizə buraxıram, amma yenə də baxaq cümlə quruluşuna. We ilə başlayaq, çünki, nə bilim, we didn't have enough money, deyir, onun yetərincə pulu yoxdur. Nə üçün? To buy a house, deyir, onun ev almaq üçün kifayət qədər pulu yoxdur. Yəni A variant. Yəni burada sadəcə ilk öncə ya swapda diqqət eləmək lazımdır. Swap yəqin ki, bilirsiniz nədir? Subject, verb, object, place, year və tense, yəni time, vaxt. Bu da sadəcə burada vaxt və sair yox idi, amma yəni ümumilikdə buna diqqət etmək lazımdır. Deməli, yoldaşlar, gəlin baxaq 15-ci suala. Don't cross, burada şey seçəcəyik, feilin növünü seçəcəyik. Görək hansı növ feil seçməliyik burada 15-ci sualda. Don't cross the road without. Without var ki, burada without nədir? Sızsız, sözsüz. Yəni preposition'dır. Preposition olduğuna görə biz bura nə verəcəyik? Təbii ki, gerund verəcəyik. Çox sadə bir, bəsit bir sualdır. Baxırıq 16-cı suala. The verification of the documents. Baxaq. Burada ilk öncə burada of var. Ofdan əvvələ baxırıq. Bu mübtədə xəbər uzlaşmasına dair bir sualdır. Bu da təkdədir. Have been gedəcək, are gedəcək, were gedəcək, will'in bisi yoxdur. Getdi cavab A-dır.
Yəni bunu belə tapa bilmirsiniz deyək. Deyək ki, burada ofa fikir vermədiniz. Gəlin başqa cür, yəni PAP2 qaydasına baxaq. Deməli yoldaşlar, gördüyünüz kimi cəmdir. Bu da ümumilikdə səhvdir. 3-ü cəmdirsə 3-ünü çıx, təki saxla. Yəni, bu şəkildə də tapa bilərsiniz. Tense formuna dair bir sual. When var, baxaq. When ilə has işlənməz. Həmçinin burada həz işlənməz. Yəni, 2 gələcək zaman bir cümlədə işlənməz. Ringsən had uzlaşma. Cavab olacaq C variantı. Yəni, burada indikidir, bu da keçmişdir, ona görə uzlaşmaz. Digərlərində səhvlərini dedik. Baxırıq 18-ci suala. 18-ci sualda da, bax, burada books var, əla. Books nədir yoldaşlar? Cansız bir əşyadır, düzdürmü? Deməli, baxaq booksa. Cansızsa, ilk öncə hunu gedəcəyik, hunu aparacaq. Məkan olmağa görə V-yə də aparacaq. Və ümumiyyətlə, burada işi nə? Cavabımız olacaq which. Yəni, bu mövzunun düzdür izahı kanalda yoxdur, amma yaxın müddət. Yəni, amma bəzi mövzu izahlar, test izahlarında bu qaydanı izah eləmişəm. Deyir, cannot be changed. Aha, bu dəfə passivdən belə bir də sual düşə bilər. Keçən sualda deyirdi, bunu passive voice-ə çevir. İndi deyir ki, yəni passivə çevrilməyən sözləri, cümlələri mənim üçün seç deyir. Gəlin baxaq 19-cu suala. The competition took place last week. Burada heç yəni şey yoxdur. Nə yoxdur? Tamamlıq yoxdur. Biri götür. We organize a competition. Bu keçəcək qabağa. Normal şəkildə olacaq. 2-ni çıxırıq. Çünki 2-nin tamamlığı var. It has rained a lot this spring. 3-də də yoxdur. Burada da NSC keçəcək qabağa. Məsələlər aydın olacaq. 2-4-ü çıxdığımıza görə 1-3, yəni Y variantı. Deməli, yoldaşlar, baxaq 20-ci suala. It's boring. Baxaq. Burada yenə düz 3 sınaqda da var. Bu sifətdən sonra gələn feil to ilə olacaq. O da yəni A variantı. Bu 2 sualı 2 sınaqda sizə buraxdım. Burada artıq deyim. Baxaq. Deməli, baxırıq artikla dair bir sual. Nə gözəl bir sual. By'dan sonra heç bura artikel qoymarıq. Baxaq. Most. Evet, bu sifətdir. Z artikelini ver. Çünki nə yaradır burada? Üstünlük dərəcəsi yaratdığına görə ay sağ ol. Deməli, burada Z artikeli qoyarıq. Way in the city. Bəli. Yəni, in the biz ki, burada çox vaxt in the morning, in the city və s. ilaxır işlənir. Həm də burada yəni artıq müəyyən eləmişlər məsələni, yəni hansı şəhər səyahət edəcəklər və s. ilaxır. Bu tip məsələlərdə artıq sizə qoymağa imkan verir. Baxaq 22-ci suala. İlk öncə advice sözünü mən burada bilirəm. Advice lap sadə bir sualdır. Suggestion vursa, bəli, məsləhət verirəm. 3 B. Courage, patience, ability to without becoming. Patience deməkdir səbir. Səbir də yəqin ki, ability to without becoming, yəni hisslənmədən gözləyə bilmək. Ona görə birə də A olacaq. Courage isə cəsarət deməkdir. Heç burada C qalır onsuz da buna. 1-ə A, 2-ə C, 3-ə də B oldu. ACB harda var? Elə A variantında gördük. A. Baxırıq 23-cü suala. My brother used to listen to the radio and he doesn't like anymore. Deyir, mənim qardaşım istifadə edir radioya daha çox qulaq asır. Yəni, çünki adı nədir? Digərlərini sevmir. Baxaq. Daha doğrusu səhv fikir elədim. Deyir ki, my brother used to radio. Deyir, qardaşım radio dinləyir. Amma xoşlanmır. Çünki because of olmaz, as olmaz. Çünki təzad yaratmır, and olmaz və xoşlanmırmız. Sadəcə təzad yaratmaq lazımdır. B variantı. Bu nə yəni PAP2 qaydası nədir? Əgər bura təsdiq, bura inkardırsa,
çox vaxt təzad yaradacaq bir şey qoya bilərsin. Everyone respect each other. Bəli, burada yəni Pop2 qaydanı deyim sizə. Ya deyə bilməyəcəm çünki haven't to başlayana səhvdir. Bu heç. Everyone has to olmalı da. Yəni bilirik ki, törəmələr nə ilə uzlaşır? Tək xəbərin getdi. İndi Pop2 qaydanı deyə bilərəm. 2 inkar. Bir təsdiq varsa nəyi götürəcəyik? Yəqin ki, böyük ehtimal təsdiq variantı götürəcəyik və burada da bəlidir. Hamı hörmət eləməlidir. İndi baxaq sinonimlərə 25-ə. Təbii ki, 25-də cavab olacaq. Joyful, bitter götür. Big. Daha doğrusu nə deyir? Sinonimləri. Eləmi? Sinonimləri bizdən istəyir. Synonyms. Big, huge. To help, to assist olar. Opportunity, change. Bu da olar. Yəni bunu da baxaq. Deməli yoldaşlar, joyful nədir? Şən. Bitter nədir? Acı. Getdi. Big, huge. Doğru, böyük, nəhəng götür. İkini götür. To buy, to sell. Olmaz. Qarabır, al, sat. Almır. To help, to assist. Bu da olar. Götürə bilərik. Çünki kömək etmək, yardım etmək. 4-ü də götür. Opportunity, change. Biri imkan, biri şans deməkdir. Götür. 2, 4, 5. Deməli yoldaşlar, bu belə. Bunlar da sadə idi. Baxaq bu mətnə. Mətni də şablonda necə olub, onu indi sizə təqdim edirəm. Deməli yoldaşlar, bunu biraz əlavə etmək çətin oldu. Sophie has went to beach their parents, a packed yellow car, a picnic. Bir də bunu çəkək mi? A picnic, food, beach parents and Sophie Max made big sand castles. They loved a lot, enjoyed the sunshine and spent a lovely day, made wonderful family memories. Yəni bu şəkildə yazsa sizdən rahat şəkildə bal alacaqsınız. Hər birinizi izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.